Tutaq ki, ucqa bir meşədəsən ya da elə bir vəziyyətdəsən ki, telefonu günlərlə ya saatlarla şarja taxmaq qeyri-mümkündür. Bu vəziyyətdə qətiyyən qorxma, telefonda belə bir özəlliyi var ki, sən telefonu uzun müddət şarjı bitmədən işlədə bilərsən. Bunun üçün telefonda bir parametr var, indi sana onu göstərəcəm. Bunun üçün parametrə daxil ol, aşağıda batarya, yuxarıda power saving, yəni batarya qorunması, ən aşağıda limit apps and home screen. Sizdə proqramları və ana ekranı limitdə deyə bir seçenek olacaq. Bunu aktiv edirsiniz və ən yuxarıdan off-u on etdikdə telefon maksimal rejimə keçir. Yəni maksimal dərəcədə batarya qorunması rejimi aktiv olur. Burada görsəndiyi kimi 41% zaryadkam var, yəni şarjım var və bu mənə 11 saat 44 dəqiqə telefon istifadə etməyə imkan yaradacaq. Burada aşağıda istədiyiniz proqramları plus işarəsindən basaraq əlavə edib istifadə edə bilərsiniz.